Salam dəyərli izləyicilər, bugün sizlər üçün Türk mətbəxinə aid olan fıstıqlı sarma hazırlayacağım. Mən deyərdim ki, bütün paxlava çeşidləri içərisində ən və ən dadlısı məhz elə budur. Gəlin başlayaq. Yoğurma qabına 50 qram yumşalmış kərə yağı, 200 qramlıq stakanla yarım stakan ilıq süd, yarım stakan bitki yağı, yarım stakan ilıq su, 1 xörək qaşığı sirkə, alma və ya üzüm fərqi yoxdur. 1 ədəd yumurta və yarım çay qaşığı duz əlavə edib bütün ərzaqlar bir-birinə qarışana kimi qarışdırıram. Sonra üzərinə təqribən 580 qram unu hissə-hissə əlavə edərək yumşaq xəmir yoğururam. 580 qram un 200 qramlıq stakanla 4 stakan yarım edir. Amma sizdə bu miqdar unun növünə və keyfiyyətinə görə dəyişə bilər. Xəmiri 5-6 dəqiqə aktiv şəkildə yoğururam. Yumşaq xəmir alınmalıdır. Ortadan ikiyə bölürəm. Birini kündələyib kənara qoyuram. Digərini isə 13-14 hissəyə bölürəm. Üzərini streçlə örtüb yarım saat otaq şəraitində dincəldirəm. Şərbəti hazırlayaq. Kiçik qalın bir qazana 3 stakan şəkər tozu və 2 stakan yarım su əlavə edib ocağın üzərinə yerləşdirirəm. Orta atəşdə qaynara düşməyini gözləyirəm. Qaynara düşdükdən sonra üzərində əmələ gələn köpükləri yığıram və bu şəkildə, yəni orta atəşdə 10 dəqiqə qaynadıram. 10 dəqiqə keçdikdən sonra üzərinə 1 çay qaşığı limon suyu əlavə edirəm və 10 dəqiqə daha qaynadıram. 10 dəqiqə də keçdi, hazır olub olmadığını yoxlayıram. Əgər son damcılar fasilə ilə axırsa, demək hazırdır. Qazanın altını söndürüb şirəni soyumağa qoyuram. Dincələn kündələri bir-bir götürüb bolluca nişastalayıb başlayıram yaymağa. Bacardığımız qədər nazik yaymağa çalışmalıyıq. Qeyd edim ki, istifadə etdiyim nişasta qarğıdalı nişastasıdır. Kartof nişastası ilə də yaymaq olar, amma qarğıdalı olsa daha yaxşı olar. Unla yaymağı isə məsləhət görmürəm, çünki o zaman yuxalar sərt alınır. Xəmir o qədər elastikdir ki, istədiyimiz qədər yaya və oynaya bilərik. Hər tərəfdən biraz kəsib düz bucaq forması verirəm. Paxlavanı bükmək üçün belə bir nazik yumru çubuq lazım olacaq. Xəmiri biraz bükürəm, sonra üzərinə bolluca xırdaladığım fıstığı səpirəm. Hər yerinə səpmək lazımdır, kənarlarına da. Təbii ki, bunu Türkiyədə Antep fıstığı ilə hazırlayırlar. Onun rəngi daha tünd,
Daha yaşıl, daha gözəl olur. Mən burada Antep fıstığı tapmadığıma görə adi fıstıqla edirəm. Bükürəm. Bu şəkildə hamısını hazırlayıram. Formaya yığıram. Qeyd edim ki, formanın ölçüsü 38-in 26-yadır. Sonuncunu da yerləşdirirəm. Doğrayıram. Əvvəl ortadan ikiyə bölürəm. Sonra hər birini yenidən ikiyə bölürəm. Üzərinə əridilmiş kərə yağı gəzdirirəm. Təqribən yarım stakan istifadə edəcəm. Xəmirin qalan yarısını da eyni qayda ilə 13-14 gündə edib, bir list daha paxlava hazırlayacağım. Bu paxlavanın üzəri qızarmamalıdır. Ona görə üzərini başqa uyğun bir forma ilə və ya soba listi ilə örtürük və 180 dərəcəli sobanın alt-üst rejimində yarım saat bişiririk. Paxlava bişdi. Qaynar paxlavanın üzərinə soyumuş şirəni gəzdirirəm. 1 saat şirənin içərisində dincəltdikdən sonra servis edəcəm. Paxlavalar yeyilməyə hazırdır. Siz də hazırlayın, çox bəyənəcəksiniz. Bayram da artıq yaxınlaşır, hökmən sınayın. Nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm.